İndi baxıram Dövlət İmtahan Mərkəzinin 1-ci qrup kimya 20 variant sınaq imtahan test toplusundan sınaq 1-ə. Deməli, sınaq 1-də mövzular kimyanın ilk anlayışları, maddə miqdarı, Avogadro qanunu, atomun quruluşu, dövrü qanun, elementlərin dövrü sistemi. İndi birinci baxırıq test 1-ə. Deməli, test 1-də nədir? Bu formal testi işləyəndə hər birini ayrı-ayrılıqda götürürük. Deməli, bizə verib birinci x. Yadımızda saxlayırıq ki, ərimə temperaturuna qədər olur bərk, qaynama temperaturuna qədər olur maye. Burada müsbət 20 ərimə temperaturudur. Deməli, ərimə temperaturuna qədər nə oldu? Bərk oldu. Qaynama temperaturu müsbət 120 veribdir. Qaynama temperaturuna qədər isə olacaq maye. Və sonra baxırıq Y maddəsinə. Deməli, Y-də ərimə temperaturunu mənfi 10 veribdir. Deməli, ərimə temperaturuna qədər oldu bərk. Qaynama temperaturu müsbət 80 verib. Deməli, müsbət 80-ə qədər olacaq maye. Çünki qaynama temperaturuna qədər olacaq maye. Sonra baxırıq Z maddəsinə. Müsbət 10 veribdir. Müsbət 10-dursa ərimə temperaturuna qədər olur bərk. Qaynama temperaturu müsbət 90-dır. Qaynama temperaturuna qədər olacaq maye. Və bizdən cavab olaraq soruşulur ki, hansı temperaturda hər üç maddə eyni aqreqat halındadır? Yəni, elə variant olmalıdır ki, hər üçündə eyni, yəni ya bərk olmalıdır, ya maye olmalıdır. Və variant Y-də 25 verilibdir. Mən 25-i, baxın, yazsam bura. Çünki hər birində 25 burada yerləşir. Və ona görə hansı olacaq? Maye. Deməli, cavab olaraq olacaq müsbət 25. İkinci testdə deyir, hansı qarışıqlar distiller üsulu ayrılır? Distiller üsulu, yəni homogen. Və burada götürə bilərəm etil spirtinin su və sirkə turşusinin su. Yəni, hər ikisi maye. Sual oluna bilər, niyə benzin su? Çünki benzin su heterogen qarışıqdır. Ona görə mən bunu götürə bilmərəm. Baxıram, üçüncü deyir, hansı elementin valent elektronlarının sayı, xarici deməli, təbəqədə olan elektronların sayının ümumi elektronların sayının nisbətini soruşur. Elə burada cavab oksigendir. Mən elə oksigenin üzərindən izah vermək istəyirəm. Baxırıq nəyə? 1s2, 2s2, 2p4. Deməli, baxın, bu birinci dövrdür, bu ikinci dövrdür. Yəni, xarici ucu burada olacaq. Burada neçədir? 6-dır. Deməli, 6-nı böləcəksiniz ümumiyə. Burada da 2 var axı, 8. Baxın, 2, 2, 4, 4, 8. 6-nı böləsiniz 8-ə, vurasınız 100%. Bu deyəcək 75. İndi baxırıq 4 nömrəli testə. Deməli, 4 nömrəli testə fikir verirsəniz, burada x-i verib 3s1, düzdürmü? 1s2, 2s2, 2p6, 3s1. Deməli, neçə olacaq burada? 1 olacaq, düzdürmü? Y-də fikir versəniz, Y-də verib 1s2, 2s2, 2p6, 3s2 və 3p4. Ancaq burada neçədir? Bax, fikir verin, 6. Deməli, x-dən Y birləşməsində bu 1-dir, bu da 6-dır, düzdürmü? Deməli, baxırıq nəyə? Ən rahat yolu, məsəl üçün, bu formada da işləyə bilərsiniz ki, 4, 6, 10, 11. 11-ci element hansıdır? Natriumdur. 2, 2, 4, 6, 10, 12, 16. Bu da kükürdür. Düzdürmü? İndi gəlin baxaq. Biz bilirik ki, natrium bir valentlidir. Və kükürddə, burada x-dən y-ə göstərdiyimə görə bunu 1 götürəcəm. Bu da 2 valentdir. Düzdürmü? Və 2 valent olduğuna görə bu hara gələcək bura? Olacaq nə? x2, y. Və sonra baxıram. Test 5-ə. Deməli, 5 nömrəli testlər nədir? Baxın, ilk növbədə fikir versəniz, bu buxarlandırma üsuludur. Buxarlandırma da burada hansı ola bilər? Etil spirtinin su ola bilər, 4 ola bilər. Bu isə yağları ayırmaq üsuludur. Bax, məsələn, neft ilə suyunu götürə bilərsiniz, bitki yağı ilə suyu götürə bilərsiniz. Ancaq burada isə süzmədir. Süzmədə nədir? Cild. Variant olacaq B variantı. 6 nömrəli test tapışına baxaq. Deməli, 6 nömrəli test tapşırığında burada belə deyim, bizim belə bir düsturumuz var.
Deməli, elementi, mesela indi burada karbon soruşuna göre de karbonu götürürəm. Nisbi atom kütləsini vurursunuz indeksindəkilərin sayına, bölürsünüz ümumi emirə, vurursunuz 100%. Burada da emir olaraq bizə verilib CN, H2NO. Baxın, karbon neçədir? Nisbi atom kütləsi 12. İndeks neçədir? 12. Hidrogen neçədir? 2. Üzərinə gəldim 16. Neçə elədir? 14'in üstə gəlsin 16. Bu düsturdan istifadə etdiyimə görə mənə də bunu nə qədər veribdir? 40% veribdir. 40 bərabərdir. 12N, karbon 12'dir, indeksdə N'dir. 12N bölünsün 14'in üstə gəlsin 16, vurulsun 100%. Və bunu riyazi yolla işləyə bilərəm. Burada sıfırlarım getdi. Elə bil ki yazıram 4 vurulsun 12N üstə gəl 16 bərabərdir 12N vurulsun. Yanında bir sıfır olduğuna görə 120N yaza bilərəm. Bu edir 48N üstə gəlsin 64 bərabərdir 120N. 120N'dən 48N çıxanda ilə 64N eləyir. 64N bərabərdir 64'e, N də bərabərdir 1'e. Deməli, mənim N'im neçə oldu? 1 olacaq. B variantı. İndi baxırıq 7 nömrəli testə. Deməli, 7 nömrəli testdə nədir? Baxın, bizə ağ fosfor verir. Bizə verilir ki, ağ fosfor yazılışı necədir? P4. Oksigen, ozon O3 və oksigen. Baxıram mənə bircə dənə ozonu veribdir ki, maddə miqdarı, yəni mol sayı 4'dür. Deməli, mən o 4'ü buraya yazacağım. Çünki mol harada yazılır? Qarşısında yazılır. Bu neçələrdir? 12'lərdir. Düzdürmü? Bu 12'ni bu 4'e bölü neçə edir? 3. Bu 12'ni bu 2'ye bölü neçə edir? 6. Düzdürmü? İndi məndən nə soruşur? Deyir x-nin y-i cəmlə. X-im 3'dür, y-im 6'dır. Neçə edəcək? 9. Sonra baxıram 8 nömrəli test tapşırığına. Deməli, 8 nömrəli test tapşırığını işləyəndə nə edirik? Baxın, kupum OH2'dir, bir də sulfat turşusudur. İndi bir də gəlin əvvəlcə biz bunların emirlərini tapaq. Deməli, emir, kupum OH2. Kupum neçədir? 64'dür. Oksigen 32, üstə gəl 2. Bu dediğin nə? 96, üstə gəl 2, 98. Bir dəfə də sulfat turşusunu hesablayaq. H2SO4'dür. 2, 32, 64. Bu derece 98. İndi gəlin bir bax A'nı verib oksigenin kütlə payını. Oksigenin kütlə payını tapanda nə edirdik? Veriləni, yəni oksigen neçədir burada? 32'dir. Düzdürmü? 32'ni bölürük ümumi emirə 98'e. Sonra B'ni tapaq. Burada hidrogeni deyir. Hidrogeni tapanda 2'ni bölürük 98'e, vururuq 100%. Burada da 100%'dir. İndi gəlin burada C'ni tapaq. C'ni tapanda C'de de yine nəyə soruşur? Oksigeni soruşur. Düzdürmü? Oksigen neçədir? Burada 4'dür. Deməli, neyi neyəsiniz? C bərabərdir. 64 bölünsün 98, vurulsun 100%. İndi burada D'ni də hidrogen verir. Gəlin hidrogeni də tapaq. Neçədir? Hidrogen 2'dir. 2'ni böləcəksiniz 98'e, vururuq 100%. İndi bizə deyir ki, burada hansı variantlar doğrudur? Baxın, C bərabər 2A yazılıbdır. Gəlin görək, düzdürmü? Bax, yaza bilərəmmi? C bərabər 2A, bəli, 32'ni 2'ye vursam 64 eləyir. Deməli, C bərabər 2A olacaq. Bu biri düzdür. Sonra deyir ki, B D'ye bərabərdir. Baxın, bəli, B-nin D bir-birinə bərabərdir. Deməli, cavabım nə oldu? 1 ilə 2. 1 ilə 2 harada da A variantındadır. İndi baxırıq bu test toplusunda 9 nömrəli testə. Deməli, 9 nömrəli testə nədir? Yadımızda saxlayır, dövr daxilində soldan sağa gedəndə radius artır. Radius artdığına görə, baxın, soldan sağa gedəndə artır. Qruplar üzrə isə yuxarıdan aşağı azalır. Amma aşağıdan yuxarı isə necə artacaq? Ona görə nə olacaq? X, Z, Y. Yenə deyirəm, dövrlər üzrə soldan sağa radius artır. Qruplar üzrə yuxarıdan aşağıya azalır. Əksinə aşağıdan yuxarısı artacaq. Ona görə X, Z, Y. O da hansı variantımız olacaq? B variantı. İndi 10 nömrəli tapşırığa baxaq. Deməli, 10 nömrəli tapşırıqda nədir?
Bizə verib x, y, o4. Gəlin əvvəlcə biz bunu yazaq. X, y, o4. Bu neçədir? 64. Düzdürmü? Deməli, indi fikir versəniz, heç bunu yazmamışdan qabaq, 64'ü yazmamışdan qabaq, gəlin baxaq. X neçə veribdi? 2A veribdi. Y nə verib? A veribdi, bunu da 2A veribdi. Deməli, bunun 2A'sı 64'dürsə, elə bu da 64 olacaq. Amma bu Y təkdir, yarısıdır. 64'ün də yarısı eləyəcək 32. İndi gəlin cəmləyək. 64 ilə 32, 96. 96 ilə də 64 eləyəcək necə? 160. Deməli, cavabım olacaq Y variantı. İndi baxırıq 11 nömrəli test tapşırığına. Burada bu orta hissədə olan böyük nüvədir. Bu birinci elektron təbəqədə, bu da ikinci. İndi gəlin biz bunların bir-bir yazaq. Bax, fikir versəniz, burada birincidə neçə elektron var? 1, 2. Deməli, birincidə neçə elektron oldu? 2 elektron oldu. İndi ikincini baxaq. 1, 2, 3. 1, 2, 3, 4, 5. 5 tane de buradadır. Düzdürmü? İkinci də 5 elektrondur. İndi baxırıq, gəlin bunların ümumi formullarını yazaq. Bunu yazana necə yazacağıq? 1s2. Amma bunu necə yazacağıq? Baxın. 1s2, 2s2, 2p3. Baxın, bu 1 verdiyinə görə 1s2 götürdüm. Burada 2 olduğuna görə mən ikinci dövrünə götürməliyim. 1s2, 2s2, 2p3. 5 də bunların sondakıların cəmini, yəni ikinci dövrdə olan cəmini göstərir. İndi mənə nə deyir? Deyir ki, atom modelinə uyğun olanları müəyyən et. Bax, fikir verək. Deyir, normal halda cütləşməmiş elektron sayı. Aha. Baxırıq, cütləşməmiş elektron sayı dediyinə görə mən neçə götürəcəm? Birincidə 3 götürəcəm. Çünki bu, baxın buna. 3 dənədir, düzdürmü? 1, 2, 3. Deməli, düzdür. 3 dənədir. Bu düzdür. Valent elektronlarının sayı, baxın, neçədir? 5'dir. Düzdürmü? Deməli, oldu 5. Tam dolmuş orbitalların sayı neçədir? 2'dir. Ona görə variantım olacaq C variantı. Sonra 12 nömrəli test tapışına baxıram. Deyir, saf maddəni müəyyən edin. Hansının ki formulu var, o saf maddədir. Baxdıqlarımın içərisində etil spirtidir. Sonra baxıram 13 nömrəli test tapşırığına. Deməli, 13 nömrəli test tapşırığına fikir verirsəniz, kütlələr bərabərdir. Yəni, SO2-nin də, O2-nin də, yəni oksigenin də, kükürt 4 oksidin də kütlələri bərabərdir. Gəlin baxaq, bu neçədir? 64'dür. 32 budur, 16'daki budur, 32. Cəmi də 64. Ona görə. Bu da 32'dir. Mən bunların atom sayını bərabərləşdirmək üçün, BDM-də atom sayını deməyim, kütlələrini bərabərləşdirmək üçün bunun qarşısında 2 yazmalıyam. Çünki 2'ni vursam 32, 64 edir. İndi məndən soruşur ki, A'nın B'yə nisbəti. A'mız neçə oldu? 1, B'miz 2'dir. 1'i 2'yə bölünəcək edik. 0,5. Deməli, 13'dədir. Hansı variant olacaq? Bir dəqiqə. Üzrü sayın. Burada atomların sayı deyil. Ümumi mol sayı nisbəti yox. Atomların. Gəlin baxaq. Deməli, burada neçədən atom var? 2'ye 1. 3 dənə. Amma burada neçədəndir? 2'ni 2'yə bölüb 4. 3'ü 4'ə nisbətini soruşur. Yəni 0,75 olacaq. B variantı olacaq. Sonra baxırıq 14'ə. Deyir ki, fiziki hadisəni müəyyənləşdirin. Deməli, fiziki hadisə deyirsə, belə bir şey deyim sizə. Biz burada fiziki hadisə olaraq verilənlər içərisində biz götürə bilərik C variantı. Havadan azotun alınması bu nədir? Qarışıqdır. Yəni, qarışığı götürə bilərik. Sonra baxırıq 15'ə. Baxın, nə verib? 30 bölünsün 1 molekulun kütləsi. Yəni, mən variantda 30 axtarmalıyım. Biz bilirik ki, azot 14'dür, oksigen 16'dır. Eləyəcək 30. Karbon 12'dir, 2'yə vurdum 24, üstüne 6 gəldim 30. Deməli, biri budur. Oksigen 16, 2'yə vurdum 32, 12 üstə 4 gəldim 16. Hansıla bərabər olacaq? 1 ilə 2 olacaq D variantı. Sonra baxıraq 16 nömrəli test tapşırığına. 16 nömrəli test tapşırığında nədir? Bax, deyir, hansı elektron formulu
atomun normal halına uyğundur. Yəni belə deyək də, həyəcanlanmamış hal axtardıq. Həyəcanlananda tək nəsə qalmalıdır. Baxın, burada əslində S bilirik 2, amma burada 1 qalıb. Deməli, həyəcanlanıb. Bu mənə aid deyil. Baxın, burada da həyəcanlanıbdır, təkdir. Sonra, baxın, burada 3P3-dən 3D2-dir. Deməli, burada həyəcanlanma baş veribdir. Burada 3P3'dür, burada 3D1'dir. Çünki yadımıza saxlayın, S-də 2'dir, P-də 6'dır. Əgər burada 6 tamamlanmamış D-yə keçibdir, deməli həyəcanlanma baş veribdir. Amma buna fikir versək, həyəcanlanma baş verməyibdir. S dolubdur, sonra P-yə keçibdir. Yəni, burada həyəcanlanmamış hal soruşda Y variantıdır. İndi baxırıq 17 nömrəli test tapşırığına. 17 nömrəli test tapşırığında kuprum verilibdir. Kuprumdur, xromdur. Bunlarda fərqlilik var. İndi gəlin birinci kuprumu yazaq. Deməli, kuprum olacaq 1S2, 2S2, 2P6, 3S2, 3P6, 4S1, 3D10. Burada bu fərqlilik var. Sonra bizdə dəmirdir. Gəlin də dəmirdə yazaq, əlimizin altında olsun. Dəmirdir və dəmirdə 26-cı elementdir. Olacaq 1S2, 2S2, 2P6, 3S2, 3P6, 4S2, 3D6. Deməli, indi məndən nə soruşur? Deyir ki, normal halda 12 P elektronu var. Gəlin P'ləri sayaq görə, burada neçə dənədir? 6, 6, 12. Burada 12 P elektronudur. İndi gəlin baxaq görək. Burada neçə dənə P'dir? 6, 6, 12. 12 P elektronudur. İndi baxıram. Aha, indi gəlin baxaq, bir dənə zəhmət olmasa 6, 6, 12'dir və burada da olacaq 12. İndi məndən nə soruşur? Məndən soruşur ki, aha, deməli baxırıq niyə? Baxın, 7 elektron olması. 7 elektronun S elektronun olması 7 S elektronun olması birinci aid olacaq. Niyə? Baxın, 4 2, 2, 4, 6, 7. Burada 7 S elektrondur. Və bir də bir cütləşməmiş elektron. Bəli, baxın, fikir verin, bir cütləşməmiş. Ona görə deməli 2 ilə 3 birinciyə aiddir. Sonra baxıram 4'ə. Deyir, 4 cütləşməmiş elektron var. 4 cütləşməmiş elektron deyirsə, deməli bu olacaq dəmirdə. Çünki niyə görə? Bax, fikir verin. Burada deməli 4 dənə cütləşməmiş elektron deyir bizə. Sonra baxıram, deməli 12P elektronu isə hər ikisində var idi. Biz bayaq saydıq. Deməli ona görə birinci hamısına aid olacaq. B cavabım oldu, B variantı. Sonra baxıram 18 nömrəli test tapşırığına. Deməli 18 nömrəli test tapşırığına nə deyilir bizə? Mən yenə bayaq dedim, ərimə temperaturuna qədər bərk, qaynama temperaturuna qədər olacaq maye. İndi mənə deyir ki, indi bu testdə nədir? Deməli, normal şəraitdə 0 dərəcə mayedir. Yəni ona görə su ilə qarışığın düstül üsulu ilə ayırmaq olar. Cavabını götürə bilərəm. Çünki suda yaxşı həll olan X maddəsi deyil. Üçün hansı ifadə doğrudur? Deməli 0 dərəcədə. Çünki niyə görə 0 dərəcə? Çünki buradan bura gedir də 0 dərəcə mayedədir. Və mayedə olduğuna görə, normal şəraitdə 0 maye hal olduğuna görə su ilə qarşı distil üsulu ilə ayırmaq olar variantını götürə bilərəm. Sonra baxıram 19 nömrəli test tapşırığına. Burada verilibdir müsbət. Düzdürmü? Deməli belə çıxır ki, bu 18 olacaq. Çünki 19 müsbət, bu bizə verəcək 18. İndi gəlin bir şey deyim. İndi bizə deyir ki, P elektronların sayı S elektron sayı neçə çoxdur? Gəlin 18 üçün yazaq. 1S2, 2S2, 2P6, 3S2, 3P və 6. 4, 10, 12, 18. İndi məndən nə soruşur? Məndən deyir ki, P elektronlarının sayı. P'yə gəlin baxın, 6, 6, 12'dir. S elektronların sayı neçədir və çoxdur? S neçədir nədir? 2, 2, 4. Və 2 də burada 6.
12'nin 6'ya nisbəti 2. Deməli neçə dəfə çoxdur? 2 dəfə çoxdur. İndi baxırıq 20 nömrəli test tapşırığına. 20 nömrəli test tapşırığına fikir versəniz, deməli burada necədir? Baxın, bizə verib x müsbət bir hissəcikdir. Aldığı elektron sayı 2'dir. Aldığı 2'dir. Bax, x müsbətdir. Aldığı 2'dir. Verdiği elektronların sayı da 4'dür. Alınan hissəciyi tap. Deməli 2 alıb, aldığı elektron 2'dir və verdiği elektronların da sayı 4'dür. Deməli x müsbət 2'dən gələcək x mənfi, bu da gələcək olacaq müsbət 3. Çünki fikir versən, bəli, müsbət 3 mənfi verdiği elektronların sayıdır və aldığı elektronların sayıdır. Deməli düz tapmışıq. Biz də yadımıza saxlayırıq ki, soldan sağa neyinir? Azalır. Üzr istəyirəm, mən bu testə baxdım. Deməli burada soruşur ki, eni müəyyən edin və eni müəyyən edin soruşursa, deməli mənim enim neçə oldu? Müsbət 3. İndi baxırıq nəyə? Elə bildim testi qurtarmışam. Sonra baxdım ki, variant deməmişəm. 21 nömrəli test tapşırığına baxıram. Baxın 3s1, 3s2, 3p3, 3s2, 3p5. Bu neçədir? 1'dir. Bu 5'dir. Düzdürmü? Burada 7'dir. İndi baxırıq cavaba. Yadımızda saxlayırıq. Elementin atomu radiusunun artma sırasını deyirsə, olacaq nə? Çünki belə deyim, soldan sağa azalır. Soldan sağa azalır. Deməli ona görə də hansı ardıcılıq olacaq? Z, Y və X. Çünki niyə? Baxın, elə bir ki, 1'dir, 5'dir, 7'dir. Düzdürmü? Soldan sağa azaldı. Soldan sağa azaldı. Məndən də atomun radiusunun artmasını soruşur. Deməli, mən sağdan sola götürməliyəm. Ona görə burada sağdan sola dediyinə görə bu z'dir. Bu z verilib, bu y verilib, bu x verilib. Ona görə z, y, x. O da olacaq hansı variant? A variantı. 22 nömrəli test tapşırığına baxıram. Deməli 22 nömrəli test tapşırığı nədir? Bu daha rahat formadadır. Biz bunu bilirik ki, maddənin kütlə payını tapanda hansı maddəni soruşursa, baxın hansı maddəni soruşursa, məsələn burada kalium bromiddə bizdən kalium soruşur, metalın kütlə payını. Deməli A bərabər olacaq. Kalium neçədir? 39. Böləcəksiniz kalium bromidin cəmini. 39 ilə 80-i cəmləyəcəyik. Bu da eləyəcək 119. Vururam 100%. Bu da təqribi cavab alıram. 32 tam %70. 32 tam onda 7 olsun. B'də təzədən tapıram. Natriumu tapmalıyam. 23'ü böləcəm. Natrium bromidə. 23 ilə də 80 bizə verəcək 103. Vururam 100%. Bu da mənə verir. Təqribi cavab 22 tam onda 3. Və C'ni tapıram. Təzədən C'də mənə nə verir? Kalium xlor. Buradan kaliumun 39'u bölürəm. Ümumi kalium xlorla kütləsinə. Bu dedik 74 tam onda 5. Bu da mənə cavab təqribi olaraq verir 52 tam onda 3. Mənə deyir ki, hansı münasibət doğrudur? Baxırıq. Deməli C böyükdür B-dən. Üzr istəyirəm. C böyükdür A-dan. C böyükdür A-dan. O da böyükdür B-dən. Baxın C böyükdür A-dan. O da böyükdür B-dən. Bu da hansı variantdır? Olacaq B variantı. Sonra 23 nömrəli testə baxıram. 23 nömrəli testi işləyəndə necə işləyirik? Baxın, ən rahat yolu hamısı veriləni götürün. Bax, 22,4 verib A verir. Buradan A-nı tapmaq bizə daha rahatdır. Bax, fikir verin necə. Burada 22,4'də 1 moldur. Neçə atom var? 4 atom. Deməli 22,4'də 4 atomdur. Düzdürmü? İndi keçib bu birisini işləməyə. Yazıram ki, X-də 2A'dır. 1 A neçə tapısınız? 4 tapısınız. Bu deyəcəyimiz 8. Deməli 8. 22,4'də də neçə atomdur? 2 atomdur. Düzdür? Deməli baxırıq nəyə?
X bərabərdir 22,4'ü vururam 8'e bölürəm 2. 11,2'də 22,4'ü 2'ye böləndə 11,2 vururam 8'e 89,6. Deməli x'im olduğu için 89,6. Sonra 23 nömrəli testi işləyəndə bizə verib ki, bax NX o y verilibdir. Burada 32 qram oksigendir və 11,2 də bizə veribdir azot. Belə testləri işləməyin ən daha rahat forması bunu tam rəqəmə gətirir. Çünki burada 0,4 veribdir. Hamısına gəlin 0,4'e bölək. 0,4'ü ben neçə edəcək? 1. Burada elə bir ki 11,2 burada 0,4. Düzdür mü? Eləyəcək neçə? 5. Düzdür mü? İndi gəlin belə bir şey deyim də sizə. En rahat yolu. Bak oksigen. Burada neçədir? 32'dir. Düzdür. Deməli 32'dir. Burada azot neçə olacaq? 2 olacaq. Düzdür mü? Çünki N2 olacaq axı. N2 o 5. Çünki bak hamısını 0,4'e böldüm. 0,4'e böldüğüme göre olacak ne? 1, 2, 5. Ona görə oldu N2 o 5. Məndən də bunların cəmi soruşur. 2 ilə 5'in cəmi 7. Sonra baxıram deyir hansı maddənin keyfiyyət tərkibləri eynidir. Yəni keyfiyyət tərkibi oldu ki, yəni hər ikisi hansı maddələr ki, hər ikisinin tərkibində olan elementlər eyni olsun. Bax dəm qazı. Dəm qazı necə yazılır? Karbon 2 oksid. Kvars silisyum O2. Quru buz karbon 4 oksid. Kükürt dioksidi SO2'dir. İndi gəlin baxaq hansının tərkibində karbon oksigen var? Deyir. 1 ilə 3'də. Sonra baxırıq belə. Deməli bu formadakı testlərdə, yəni belə sizə veriləndə, yük dəyişəndə air, neytron, proton, bax air, neytron, proton dəyişmir. Dəyişmir. Yəni burada protona neytron. Bəs yaxşı dəyişən nədir? Deməli dəyişəcək elektron, radius, yük. Onlar isə dəyişəcək. İndi baxırıq bu formalı testlərə. Deməli baxın ilk növbədə necə işləyirsiniz. X harda yerləşir? 1, 2, 3. Düzdürmü? Olacaq nə? 1, 2, 3. Bax verilibdir. 3s2, 3p1. Yəni Y variantı. Baxın 3-cü dövr, üstə cəmili 3-cü. Deməli düz tapmışam. Y variantı. Y-ə gəlin baxın. Neçənci? 3-cü dövr, 5-ci qrup. 5-ci qrup olması üçün də 2s2, 3p3 olmalı. Bax 3-cü dövr, üstlərinə cəmliyində 5 elədir. Deməli burada da oldu C variantı. Z-də gəlin baxaq. Z neçədir? 7'dir. Düzdür? Amma hardadır? 2'dədir. Deməli 2 olan axtarmalıyım. 2s2, 2p5. Çünki üstlərinin cəmi 7'dir. Bu da oldu A variantı. Sonra baxıram nüvəsinin də 24 proton olan elementin normal halda cütləşməmiş elektronlarının sayı bu elementin dövr sistemində qrup nömrəsini yaz. Aha. Deməli baxırıq nəyə? 24 protondur. Düzdürmü? 24 xromdur. Xrom da 4s1, 3d5'dir. İndi gəlin baxın. Bax cütləşməmiş biri buradadır. Burada 5'dən olmalıdır. 1, 2, 3, 4, 5. 1, 2, 3, 4, 5. 5'i burada boşluğu təkdir. Bir də burada cəmi 6'dır. Deməli cütləşməmiş neçə olacaq? 6. Dövr sistemində qrup nömrəsi də olacaq 6. Çünki qrup bunların üstlərindən cəmlənməsidir. Özü 6D element olduğuna görə nə olacaq? Yarım qrup. Sonra baxırıq 29 nömrəli testə. Bax 29 nömrəli test necə işləyirsiniz? Fikir versəniz burada kükürt neçədir valenti? Yəni oksidaşma dərəcəsi neçə olacaq? 4 olacaq. Düzdürmü? Müsbət 4'dür. Yəni 4 dənə tək elektronu var. 4 dənə tək elektronu varsa yaza bilərəm 3s2, 3p4, 3d0. Burada isə müsbət 6'dır. Düzdürmü? 6'sı nə olacaq? 3s1, 3p3, 3d2. Baxın. 1, 3, 4, 2, 6. Yəni 6 dənə təkdir. Və qutardı. Burada da onu tapdıq.
ki oldu 3s1, 3p3, 3d2. İndi gəlin buna baxaq. Bax, 12 verilibdir, düzdürmü? 12 necə yazılır? 1s2, 2s2, 2p6, 3s2, düzdürmü? Deməli, neçənci dövrdür? Üçüncü dövrdür. Neçənci qrupdur? İkinci qrupdur, düzdürmü? İndi y-ə baxaq. Y-ə fikir versəniz nə olacaq? 7-ci olacaqdır, düzdürmü? O da nə olacaq? 1s2, 2s2, 2p3. İndi mənə deyir ki, x-in hidridin formulu. Bax, x olacaq nə? Hidridin h. Çünki hidrid deyəndə hidrogen olmalıdır. İndi gəlin baxaq görək. Deməli, olacaq bu ekvivalentlidir. Bu ekvivalentlidir. Çünki, baxın, fikir verin. Ekvivalentlidir. Bu da oldu bivalentlidir. Düzdürmü? Deməli, nə olacaq? XH2. Sonra deyir ki, əmələ gətirdiyi birləşmə x3, y2. Çünki x müsbət 2-dir, y də -3-dür. Və bunun məndən proton sayını soruşur. Proton sayını tapmaq üçün nə etməliyəm? Deməli, 3'ü vuracağım 12'ye. Çünki 12-ci proton hansı sırada yerləşdiyini göstərir. Üstə gəlsin. 7'ni də 2'ye vuracağım 14. 36'nın da 14'ün cəmi eləyəcək 50.